Özünüzə şəxsi tikili, möhkəm tikilmiş ev axtarırsınızsa bu videonu izləməyi tövsiyə edərdim. Evin dörd bir tərəfinə hərəkət eləmək olur. Evin arxasında da yeri var. Sona qədər cütdaşla tikilib. 3 sotdadır, şəxsi tikilidir. Mərtəbə arası monolit betondur. Birinci mərtəbədə istipoldur tam şəkildə. Evin bu hissədə yanına, arxasına keçməyə şərait var. Yeri burada betonlanıb. Burada görə bilərsiniz, betonlanıb. Evin üz görünüşü qabancıq daşlardan istifadə olunub. Həyəti göstərib. Həyət göz qabağında. Böyük həyətləndir. Bütün kommunalı var. Qaz, su, işıq hamısı var. Ətrafında yaşayış, Masazır qəsəbəsi böyük komplekslərdən olan Qurtuluş və Yenibaşı kompleksinə yaxındır. Ev çox böyükdür. İçi də 5 otaqdır. Və belə bir ümumi ərazisi və keçə evin içində olan şəraiti sizlərə tam şəkildə göstərim. Daxil olmuşuq. Taxta pilləkəndir, fıstıq ağacı. Altı betondur, döşəmə qranit, altı isti döşəmə, giriş qapısı. Giriş qapısından girən kimi bu hissədə paltar dolabı üçün böyük bir yer nəzərdə tutulub. 2 il bundan qabaq tikilmiş bir evdir. Ev tam şəkildə təmirlidir və çıxarışı var. Birbaşa notarial qaydada alqı-satqı olunacaq, mətbəxin görürsünüz. Mətbəx dişli döşəmə iləndir. Bizim burada hamam otağı birinci mərtəbədir. Evimiz 5 otaqdır. Gözəl qiymətə təklif olunur. Qonaq otağıdır. Tam təmir. 2 pəncərə ilədir. Döşəməsi də laminatdır. Sona qədər cütdaşla tikilmiş 5 otaq, 3 sotda olan gözəl bir həyət evi. Və bu ünvandan qalxaq ikinci mərtəbə olan şəraiti göstərim. Bu mərtəbəyə qalxmışıq. Dəhlizin ümumi görünüşünü göstərim. Dəhliz vasitəsilə otaqların hamısı bölünür. Və keçək yataq otaqlarını göstərim. Demək, bizdə burada birinci yataq otağı. Bu yataq otağının eyvana çıxışı var. 168.000 manata. Masazır qəsəbəsi 3 sotda 5 otaq. Tam sona qədər cütdaşla tikilmiş, şəxsi tikilmiş bir ev. 2 il bundan qabaq tikilib, bir gün də olsun evdə yaşayış olmayıb. Burada bir yataq otağı da var. Qiymət 168.000 manat. Alana, satana Allah xeyrin versin. Nağd satılır. Çox möhkəm tikilmiş ev axtarırsınızsa qaçırmağa dəyməz.